Bu videoda qeyri-etik ifadələr ola bilər. Diqqət. Videoya keçməzdən əvvəl birlikdə əylənmək, söhbət eləmək və ya qəribə oyunlar oynamaq üçün bir Discord serveri açdıq. Bu Discord serverində birlikdə filmlər izləyib, təhlil eləyə bilər və daha əyləncəli şeylər eləyə bilərik. Discorda keçmək üçün açıqlamadakı linkdən daxil ola bilərsiniz. Çox sağ olun. Film üçün gələnlər. Bugün film olmayacaq, amma çoxumuzun sevdiyi bir şey var. Deməli başlayaq. Deməli Dipper'la Mabel'ın anası atası deyir ki, gedin biraz hava alın. Telefon yox, internet yox. Bunlar da yollanır dayıları Sten'in yanına. Amma adam elə bil dəyirmandı ki, Skem University'nin fəxri məzunudur elə bil. Adam Mr. Shack adlı yer açıb. İçində tülkü skeleti satır. Adına əsl canavar deyir. Bildiyimiz bizim dilə loxluyur. Qonaqlar da self çəkib $10 verir. Sten də arxada kassaya yazır. Vallahi buradan da görürük ki, insan axmaqlığının sərhədi yoxdur. Dipper bir neçə gün meşəyə düşür. Elə bilir Minecraft serveridir. Amma yox, ağacın altında jurnal tapır. Üstündə də 3 yazılıb. Açır, içi dolu əjdaha, kabus, kod, simvol. Valla bu şəhərdə hər şey yalandır kimi notlar tapır. Uşaq da elə bilir ki, bir anlıq özünü FBI agenti kimi hiss eləyir. Başlayır ki, mən bu kasabanın sirrini açacağam. Bu vaxt Mabel isə TikTok vibe'ındadır. Yəni qızın sevgili seçiminə bax. Gözlərindən qırmızı yanır, dişləri itidir. Özünə mən canavaram deyir. Mabel da deyir ki, ay çox şirinsən. Bir dənə bölüm vardı. Mabel deyir ki, bax bu oğlan çox cooldur deyib zombi ilə sevgili olur. Qardaşı da deyir ki, o zombi ola bilər. Mabel da deyir ki, bəlkə sadəcə daxili enerji ölüdür. Vallahi bu cavabdan sonra Dipper'ın gözlərində, qardaş mən Harvard üçün deyiləm, mən Allaha qovuşmağa gedirəm demək istəyir. Sten isə başqa planetdən gəlmədi, amma vergidən qaçmaq üzrə mütəxəssisdir. Adam kasabada hər şey yalandır deyib insanlara quru daş satır. Amma sən demə, o da nəsə bilir. Qəsəbənin altında gizli bir laboratoriya var. Adam gecələr ora düşür, kod yazır. Sanki NASA offline işləyir. Dipper da get-gedə şübhələnir ki, bu kasabada tək qəribə Mabel deyil. Hər yerdə göz simvolu var. Hər səhnədə bir kod. Bill Chipper adlı 3.5 Illuminati peyda olur. Deyir ki, salam, mən sənin beynini yedim. Amma pizzanı tox saxladım. Valla bu cümləni oxuyanda mənə də mənasız gəldi. Ondan sonra artıq film dəyişir. Dipper'ın həyatı Scooby-Doo'dan Matrix'e keçir. Həyatı çözməyə çalışır. Əslində baxanda Gravity Falls uşaq filmi deyil. O çay iç, amma fikrində də kodları çöz janrındadır. Hər gülməcənin arxasında bir psixoloji mesaj, bir simvol da, bir şeytan şifrəsi var. Neysə, Dipper artıq jurnalı açıb başını itirib. Hər səhifə elə bil Python kodudur. Ancaq fərq bundadır ki, bunu oxuyanda PC yanmır, adam beyni yanır. Orada yazılıb ki, əgər bir göz səni izləyirsə qaçma, çünki o sən özünsən. Dipper da dayanıb baxır. Biz də deyirik ki, qaqa bu uşaq 12 yaşında nə görüb bax, nə görmüş ola bilər. Mabel da hələ love moddadır. Yəni zombidən də sonra indi yarı keçi, yarı DJ bir oğlana vurulub. Cidden yarısı keçidir. Dipper da ki, artıq FBI-dən də ciddi işləyir. Kasabanın hər evində mikrofon, kameralar, jurnaldan oxunan kodlar və hər epizodda biraz daha dərin simvolik gülməcələr. Bir səhnə var. Dipper bir ağacın altında bir Chipper'ı çağırır. Amma elə çağırır ki, elə bil köhnə sevgilisinə gəl deyir. Özü də içindən gəlir. Bill peyda olur, qızılı üçbucaq, üstündə şlyapa, tək göz və səs elə bil Morgan Freeman'dan Deadpool qarışığıdır. Görürsən, mən sadəcə ağlının içindəyəm. Dipper da deyir, buradasan. Bill də deyir ki, yox, sən mənim içimdəsən. Bu cümləni çox sorğulamayın, biraz dərinə getsə pis mənalar çıxacaq ortaya. O an uşağın ağlına format C gedir. Böyük ehtimalla C-sini təmizləyir. Sten də arxada boss move eləyir. Gecələri qapını bağlayır, alt kata düşür, orada portalı açmağa çalışır. Qardaş, portal dediyimiz elə bir şey, universumun Wi-Fi keçididir. Yanlış düyməyə bassan, Windows qapanmır, kainat qapanır. Adamın laboratoriyası elə bir yerdədir ki, orada bir səhv düyməyə basa, bütün kasaba PUBG zonası kimi yox olar. Mabel və Dipper isə bir gün Sten'i izləyir, portal tapır və orada ən ağır səhnə gəlir. Sten'in gizli keçmişi. Əslində Sten deyən adam Stanford deyilmiş, ikiz qardaşı Stanley-miş. Yəni adam 30 illik qardaşının kimliyində yaşayır. Qardaşım bu nə Ben 10-dir, nə də Dark-dır. Bu tam ailə içində imposter vəziyyətidir. Yəni bildiyimiz ailənin içində illərdə Among Us-dan imposter yaşayıb. Bunlar da susamırlar. Bill Chipper isə hamını izləyir və beyinləri yavaş-yavaş pozur. Finalda Bill deyir ki, siz insanlarsınız, amma mən fikrəm. Dostlar, fikir adamı nəysə. Bu cümlə həm psixoloji dərinliyidir, həm də gecə 3-də düşünülməməli cümlədir, ağlınıza bir şeylər gələcək. Gravity Falls bizə elə şeylər öyrədir ki, qorxulu olan hər zaman canavar deyil. Bəzən bilinməyən bir şeydir. Hər sirrin altında komediya yox, bəzən şuuraltı kod var.
ən əsaslısı da ki, bir göstəri izləyərsə, bəlkə də o sadəcə YouTube alqoritmasıdır. Bu qədər üstünə düşməyə ehtiyac yoxdur. Nəysə, kasabada vəziyyət çıxıb normaldan anormal hala. Bill Chipper artıq dünyaya girib. Yəni sözün düz mənasında 3D göz, 2D kainata girib. Hər şey 4D dəhşətə çevrilib. Yəni bu cümlə mənasız gələ bilər, bir də deyim. 3D göz, 2D kainata girib. Hər şey 4D-yə çevrilib. Başa düşmədiniz? Bir də təkrarlayıram. 3D göz, 2D kainata girib, 4D-yə çevrilib. Nəysə, siz fikirləşin bunu, mən davam edeyim. Göy saralır, evlər əyilir. Kənd cəmaatı Minecraft bloklarına dönür. Valla bizə də bir dənə crafting table verin, pickaxe-dən qıraq onları. Mabel'dakı Bubble Diamonds'ın dedikləri bir yerdədir. Bura o qədər şirin və parlaqdır ki, baxanda dişlərdən karies yaranır. Mabel burada öz ideya dünyasını yaşayır. Justin Bieber tipli sevgilisi, şəkər pambıq ağacları və sonsuz happy ending. Amma əslində bir bunu elə qurub ki, Mabel'ın ağlını sakitcə ələ keçirsin. Yəni qız xoşbəxtlik içində əsir düşür. Bu səhnə Disney üçün beyin yuma masterclass-dır əslində. Deməli, Stan Gravity Falls'un bildiyiniz loxlayanı, qardaşı bildiyiniz dahi və 16 yaşında Dipper birləşirlər. Yəni bilirəm bu cümlədə mənasız gəldi, amma bir nəfər də çıxıb deməyib, yəni uşaq nədir, fişək nədir? Stan da artıq ağlını itirmək astanasındadır. Ford da deyir ki, planım var. Stan da deyir ki, mən Ford sevmirəm, Mercedes sevirəm. Nəysə, bu zarafat eləmədim sayın. Plan varsa, niyə mənim həyatıma oxşayır bu fəlakət? Bill da deyir ki, bu kainatda məntiq yoxdur, mən varam. O an başlayır. Armageddon deyə qiyamətin cizgi versiyası. Göydən qanlı gözlər baxır. Ağaclar mahnı oxuyur, inəklər də insan kimi danışır. Bu səhnə həm qorxulu, həm də bəli, qəribə dərəcədə gülməlidir. Finala yaxın Stan və Ford portalı işə salır. Plan odur ki, Billy Stan'ın beyninə salıb orada format eləsinlər. Niyə? Aralarında ən ağılsız Stan'dır ona görə. Ford da deyir ki, yaddaşı silinəcək. Stan da gülümsüyür ki, onsuz da yaddaşda çox şey var ki, silinsə dünya yüngülləşər. Yəni bu cümlə elə vurur ki, istər-istəməz düşünürsən. Bəlkə də bəzi xatirələri saxlamaq əzabdır. Bill beyninə girir, hər şey yanır. Stan ən sərt ata obrazı kimi yanır və beynini silir. Bill yox olur, dünya xilas olur. Amma Stan heç kimi tanımır. Mabel deyir əmi, Stan da deyir o baxır gülümsüyür. Bu kimdir belə şirin uşaq deyir. Sonra yavaş-yavaş yaddaşı qayıdır. Uşaqlar yenidən birləşir, Dipper jurnalı bağlayır. Hər sir həll olunsa da, həqiqət hələ orada, kölgələrdədir. Əslində zarafatdır, amma dərin nəticə də budur ki, sir həmişə qorxuludur, amma onu araşdırmamaq daha qorxuludur. Həyat da portal kimidir, keçidini tapsan dəyişirsən. Nəysə, buraları çox uzatmayacağım, keçək. İndi başlayaq part 2-yə, amma bu səfər kamera işi və s. olmayacaq. Niyə? Çünki çizgi filmdə nə kamera işi ola bilər. Ona görə də ki, simvolların arxasındakı sirlərdən biraz danışaq. Bill Chipper, yəni o üçbucaq şəkli gözlü iblis var ha. Sanki Illuminati'nin animasiya sızmış dayısıdır. Dayı. Adam elə baxır ki, bir nöqtədən sonra mənə də baxır bəyəm deyirsən. Jurnallar, əşya, o kitablar o qədər sil idi ki, adam oxuyanda sanki bunu oxuma, FP eşidər hissi gəlir. 3 jurnalda bilirik, amma qadağan edilmiş bilidir. Elə bil yasaq meyvə versiyasıdır. Armageddon zamanı dünya dağılanda hamı qaçır. Bill isə gülür. Normalda xaosda insanlar ağlayar, bu gülür. Çünki xaos onun party modudur. Yəni sevir. Göz simvolu isə bizi izləyən o göz. Elə bil tualetdə də baxır. Big Brother is watching you sözü var. Bu serialda Big Triangle is watching you'dur. Şifrələr Morse kodları, tərsinə səslər. Elə bir uşaq üçün yox, NSA üçün yazıblar. Adam uşaq kimi baxır. Amma sonunda Google ilə açıb Bill Chipper real mı yazır. Bu arada ağıllarına gələn varsa, cidden Bill Chipper'ın heykəli orada var. Yəni pul olan varsa yeyib görə bilər. Mən görməmişəm, uzatmayaq. Twin Peaks göndərmələri də var. Həm atmosfer, həm də o qərbəlik hissi. Gravity Falls uşaqlara çizgi film kimi başlayır. Böyüklərə paranoya terapiyası kimi qurtarır. Şəhərin adı Gravity Falls, yəni cazibə düşür. Amma əslində həqiqət üzə çıxır mənasındadır. Yəni maskalar düşür, bir qalır. Gravity Falls'u biraz diqqətlə baxanda anlayırsan ki, bu serial uşaqlar üçün deyil, böyüməyə qorxan böyüklər üçün çəkilib. Dipper'ın daim hər şey öyrənməliyəm hissi bizim internetdə səhərə kimi bu işarə nədir deyə araşdırmağımızın animasiya formasıdır. Mabel isə əksinə, niyə bu qədər ciddi oluruq deyən tərəfdir. Dipper ağlın, Mabel isə qəlbin səsini təmsil eləyir. Yəni biri Google, o biri kalp. Bill Chipper isə xaosun özüdür. O sadəcə iblis deyil, beynimizin qaranlıq tərəfidir. Yəni hər kəsin içində bir Bill var. Bəzimizin forması sadəcə Wi-Fi problemidir. Bu çizgi filmdəki simvollar, kodlar, tərsinə səslər, hamısı bir şey deyil. Hər şey göründüyü kimi deyil. Həyat da elədir. Dostluq, ailə, xatirə. Bunların hamısı bizdə var. Gravity Falls yaradır. Yəni öz içimizdəki o qəribə şəhər. Serialın sonunda çox şey dəyişir.
Əslində bəzən sirri çözmək yox, sirrin içində yaşamaq lazımdır. Çünki həqiqət tapanda bəzən daha qorxulu olur. Yəni nəticə, Gravity Falls sadəcə cizgi deyil, beyni restart edən bir rüyadır. Uşaqkən baxsan əyləncəli, böyüyəndə baxsan ekzistensial kriz verəcək dərəcədə dərindir.